Salam. Ben Laçın rayonu Qərbəyli Sovetliyi Kürcübulaq kənd sakiniyəm. Müvəqqəti olaraq Bərdə rayonunun Qaradəmirçi kəndində məktəb binasında müvəqqəti məskunlaşmışdım. Cənab Prezidentimizin göstərdiyi sərəncamla, verdiyi fərman əsası ilə Xocalı rayonunun Seyidbəyli kəndinə qeydiyyata alındım. Ora bir dəfəlik köçmək üçün. Məni qeydiyyata aldılar. Məni qeydiyyata alındığım 3 aydan artıqdır. Puşkatmaya çağırdılar Cənab Prezidentimiz və Cənab Mehriban xanım. Bu da mənim puşkatmadan çıxartdığım kupondu. Arxa tərəfində Dövlət Qaçqın Komunun peçatıdır. Bu benim Yeni Azərbaycan partiyamın üzvülük sənətidir. Hər ikizin göstərirəm. Arkadaki Allah rəhmət eləsin, ulu öndərimizin imzasıdır. Bu dünənki tarixdə zəng gəldi ki, kupon götürəndən sonra hazırlıqlı olun. Ayın 17'si maşınınız gəlib, köçü yığa. Bu gündə səhər saat 9-10 idarələrində Dövlət Qaçqın Kom tərəfindən mənə zəng gəldi ki, günün ikinci yarısında maşınınız gəlir, hazırlıqlı olun. Mən də qaldığım məktəb binasını təmiz söküb, qavqarıb, dağıtmışam. Evi qavqarıb, dağıdandan sonra Qaçqın Kom tərəfindən mənə zəng gəlir ki, sizə verilən kupon yanlışdır. Siz o evə yığılmayasınız, başqa bir evə yığılasınız. Cənab Prezident, bu Dövlət Qaçqın Komunun bana verdiği kupon nətər yanlışdır ki, bu devletin peçatın vurur bu kuponla arkasına. Hamısı sizi anladı. Bütün memurlar sizi anladırlar. Kasıb olan qaçqınların başına oyun açırlar. Pulumuz yoktu deyənə başımıza oyun açırlar. İndi mən qalmışam düzün ortasında. İki oğlumdur, iki de özümüzük, qalmışıq düzdə. Bu gecə yatmağımıza bir yer yoktur. Evimiz bu vəziyyətdədir. Qaldığımız otaq bax bu vəziyyətdədir. Məktəb binasında qalırıq. Aynamız hamısı çöldədir. Qaçqın Kom tərəfindən başımıza oyun açıldı. Xahiş edirəm sizdən. Ayrı bir şey yok. Yeni Azərbaycan Partiyasının üzvü olarak sizden xahiş edirəm. Qaldığım şərait budur. Benim pulum olmadığı için bana düşen evi sattılar başkasına. Dediler siz bana zəng elədilər ki 3 ay gözlə. İndi mən qalmışam çölün ortasında. Xahiş edirəm bana köməklərlik eləyəsiniz. Mənim aynı oyunum çöldədir. Qaçqın Kom benim başıma oyun açtı. Cənab Prezident, Cənab Mehriban xanım, sizden çok xahiş edirəm. Bize köməklərlik eləyin. Biz qaldıq düzün ortasında. Yok, eğer Azərbaycan Respublikasının hökumət tərəfindən köməklərlik olunmursa, onda xahiş edirəm, bizi Ermənistana keçirəsiniz. Sağ olun ve teşekkürlüğümü bildirirəm.